müjdəsilə gəlmişəm. Seyidala. 30 illik həsrətə son qoyub, mən Qarabağ müjdəsilə gəlmişəm. Gör neçə min şəhid qardaşım can qoyub, cümləsini cəmləyib, mən Qarabağ müjdəsilə gəlmişəm. Düşmənim başına od ələyən, Qarabağı öz qanıyla çiləyən, insanları göz yaşı bərəyən, Xudayarın nəğməsi ilə gəlmişəm, mən Qarabağ müjdəsilə gəlmişəm. Şəhidlərin, qazilərin qeyrəti tanıtdırdı dünyaya bu milləti. Mübarizin nərəsilə gəlmişəm, mən Qarabağ müjdəsilə gəlmişəm. Sən səngərdə daim sahib duyardın, düşmən mərmisinə yırtış gəldin, qansızlara ağır zərbə vurardın, əziz məktəbinə cem xoş gəldin. 10 il bu məktəbdə təhsil almışsan, deyilən sözlərə sadiq qalmışsan, tənə tərcən çətənə tüstü olmuşsan, əziz məktəbinə cem xoş gəldin. 5 batının ümid yeri sən idin, o köpəyə qardaşın qoy əvəz etsin, vətənin torpağın yolunda getdin. Əziz məktəbinə cem xoş gəldin. Məhəmməd torpağın azadkən istər, düşməni xar olmuş peşman istər, kiçik qardaşın arxadayağı istər. Əziz məktəbinə cem xoş gəldin. Ceyhunə burada. Ceyhunəni istəyirəm. Bəli, Ceyhunə burada. Əmin, Ceyhun və sən Ceyhun. Bilirsən, nə qədər möhtəşəm bir xoş Ceyhun. Xoşbəxt. Əminə və ailəmə. Çıxırsın söz verir, Ceyhunun döyüş yoldaşı Həsən. Həsən Mustafayev, buyur. Biz Ceyhun'la Ağdam rayonunda bir yer işleyirik. Hırpalarımız ayrı olsa da bir yerde dövüşmüşük. Dekabrın 31'inde səhər Ceyhun'la bir yerdeydik. Yani orada da kanlı dövüşler başladı. Saat 9 radelerinde səhər. Akşam saat 6'ya kimi kabak dövüşümüz oldu. Ceyhun orada şəhid oldu. Ceyhun qismində bir neçə uşaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların sayəsində yaşayırıq. Biz onlara borçluyuq. Şəhid analarının da başında baş əyir. Gördünüz mü şagirtlər? Çıxışda görürsün şagirdlər. Doğma torpaqları qanla aldılar, düşmən üzərində zəfər çaldılar, haqqın dərgahına məskən saldılar, elə bilməyin ki, öldü şəhidlər, kimi analıdır, kimi anasız, kimi şəhid oldu, toysuz, nişansız, vətəni müqəddəs bildi şəhidlər, adını tarixə qan ilə yazdı, düşmənin qəbrini mərdliklə qazdı, elə bilməyin ki, öldü şəhidlər. Ey şəhid anası, dik tut başını, Allah səbir versin, sil göz yaşını, vətən üçün böyütdün vətəndaşını, bayrağa bürünüb gəldi şəhidlər. Titrək əllərimlə alıb şəklini, ah çəkib ağlama şəhid anası, dizlərin üstünə əyib belini, Sellər tək çağlama şəhid anası, ağlama Ceyhun anası. Baxırsan gəldiyi cığra izə, qız otardığı çəmənə düzə, yaralı könlünü hey üzə, dünyanı dağlama şəhid anası, ağlama Ceyhun anası. Ruhu ildırımlarda şimşəklərdədir, Qarabağ desən küləklərdədir, həsrəti, ümidi ürəklərdədir. Çox matəm saxlama şəhid anası, ağlama Ceyhun anası,
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Şəhidlər ölməyib, yaşayır diri. And olsun Allaha cənnətdir yeri. Getsə də dünyadan cavan şəhidlər, əbədi yaddaşda qalan şəhidlər. Onlar da əlbəttə duyuruq qürur. Şəhidlər gözlərini səngərdə yumur. Cənnətdə olduğu o zaman duyur. Hüseyn öldür, oyanın şəhidlər. Danışın vətənin qəhrəmanından. Döyüşlər başlayıb həmin anından. Vətən uğrunda keçib canından. Torpağı almayıb asan şəhidlər. Əbədi yaddaşda qalan şəhidlər. Qarabağ işğaldan aldı şəhidlər. Qarabağ işğaldan Azad. İndi isə sözü Arzu xanıma verir. Çox sağ olun. Təşəkkür edirəm bir daha mən hörmətli məktəbimizin ziyalı müəllim kollektivinə, əziz şagirdlər sizlərə, gələn qonaqlar sizlərə və sonda bir xahişimi şəhid analarına çatdırmaq istəyirəm. O xahiş ki, mənə olunur ki, Arzu xanım, onlarını bizim adımızdan şəhid analarına üst tutub, onlara bizim salamımızı göndərəsiniz, çatdırasınız. Bax, bugün Bakıdan o analar ki, oğulları Ağdam uğrunda gedən döyüşlərdə itkin düşüblər, şəhadətə qovuşublar. Heç Qarabağ üzü görməyən oğullar, Bakıda böyüyən, amma hər biri silaha sarılıb, vətən xilasına gediblər. Mən buradan o anaların adını çəkmək istəyirəm. Ürəyi sizin yanınızda olan həmdərdli analar, yəni hamımızın dərdi eynidir. Bəli, ilk şəhidi də məhz Ağdam rayonu verib, hər birimiz bilirik. Əziz şagirdlər, siz bunu bilirsiniz yəqin ki. Və o oğullar da Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan anaların salamını sizə çatdırmaq üçün buradayam. Əziz analar, bəli, Elmira ana, 33-cü oğlu Fərux Dağı uğrunda gedən döyüşlərdə itkin düşüb. Flora ana, Şelli uğrunda gedən döyüşlərdə şəhadətə qovuşur. Təhsilini yarım boyu gedir. O xanımlar ki, həyat yoldaşları Ağdam uğrunda gedən döyüşlərdə yarlarını itiriblər. Bir üzü qız, bir üzü gəlin o xanımlar indi hərəsi nənədirlər. Amma qəlbləri sizin anaların yanındadır ki, axı bizim həyat yoldaşlarımız da sizin oğullarınızla bir yerdə döyüşürlər.